Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından növbəti sınaq 18-in izahını bölüşürəm. İlk suala baxaq. Şərtdə bildirilir ki, meşə yanğınları, canlıların tənəffüsü və fotosintez prosesinin baş verməsini nəzərə almasaq, yuxarıdakı proseslər zamanı atmosferdə olan hansı qazın miqdarı kəskin azalır? Deməli, biz bilirik ki, fotosintez reaksiyası zamanı karbon qazı və deməli, su qarşılıqlı təsirdə olur. Glikoza əmələ gəlir, C6H12, O6 və oksigen qazı ayrılır. Deməli, bu proses işığın təsiri ilə baş verir. Əgər fotosintez prosesi baş verməsə, atmosferdə olan bu oksigen azalacaq. Məsələn, meşə yanğınları zamanı deməli, karbon qazı yanma zamanı karbon qazı əmələ gəlir və oksigen sərf olunur. Oksigen sərf olunursa, deməli ətrafda olan oksigenin miqdarı azalır ki, bu yanmaya səbəb olur da, yəni. Oksigen sərf olunur deyə miqdarı azalır və yaxud da canlıların tənəffüsü zamanı biz nə ilə tənəffüs edirik? Oksigenlə tənəffüs edirik. Bu oksigen yenə də bizim tənəffüsümüzə sərf olunur və havada olan miqdarı kəskin sürətdə azalır. Ona görə də düzgün cavab variantı A variantı. İkinci suala diqqət etdirək. Bildirilir ki, bizə 3 fikir verilib. Tərkibində 3 fərqli element atomu var. Birləşmədə oksigen və hidrogen elementlərinin say nisbəti bərabərdir, yəni sayları bərabərdir. Tərkibində elementlərin atom sayları 1, 2, 2 nisbətindədir. Və hər üç fikrin aid olduğu birləşmə soruşulur. A variantına diqqət etdirək. Kalsium hidroksid, deməli kalsium OH2 formulu bu şəkildədir. Deməli, kalsium hidroksid 3 fərqli atom var. Kalsium atomu, oksigen atomu, hidrogen atomu. Birləşmədə oksigen və hidrogen atomlarının say nisbəti bərabərdir. Oksigen, 2 oksigen atomu var, 2 hidrogen atomu var, bəli, 2 2-yə bərabərdir. Üçüncü fikrə baxaq. Tərkibindəki elementlərin atom sayları 1, 2, 2 nisbətindədir. Bəli, doğrudur. Gördüyümüz kimi 1 kalsium var, 2 oksigen atomu, 2 hidrogen atomu. Nisbət 1, 2, 2 kimidir. Düzgün cavab variantı A variantıdır. Digərlərinə diqqət yetirək. Kalsium, əhəng daşı kalsium karbonat, kimya formulu belədir. 3 fərqli element atomu bəli var. Kalsium atomu, karbon atomu, oksigen atomu. Lakin elementlərin say nisbəti 1, 1, 3. Say dedikdə indeks nəzərdə tutulur, yəni atom sayı. 1, 1, 3 kimidir. Ona görə də B variantı düzgün cavab variantı ola bilməz. D variantına diqqət edirək. Xörək duzu natrium xlor yazılır. Elementlərin say nisbəti 1, 1 nisbətidir. Bu da düzgün cavab variantı ola bilməz. Sirkə turşusundakı CH3, COOH-dır kimya formulu. Elementlərin say nisbəti 2 karbon atomu var. 1 burada, 1 burada. 2 karbon atomu. 3 hidrogen, 1 hidrogen, 4 hidrogen atomu, 2 oksigen atomu. Say nisbəti ən kiçik nisbətə ixtisar etsək 1, 2, 1 kimidir. Ona görə də düzgün cavab variantı ola bilməz. A variantı düzgün cavab variantıdır. Keçək növbəti 3-cü sualımızın izahına. 3-cü sualda bizə deməli şərtdə verilib ki, saf X maddəsi qızdırılıb, X, Y və Z maddəsi əmələ gəlib. Buna əsasən hansı ifadələr doğrudur? Deməli, X birləşmədir. Bəli, doğrudur. Əgər Y və Z maddələri 2 maddə əmələ gəlibsə, fərqli-fərqli maddələr. Artıq deməli, bu X-in tərkibində 2 fərqli element atomu var. Ona görə də 2 fərqli element atomu varsa, bu birləşmə ola bilər. Bir doğrudur. 2-yə diqqət yetirək. X və Y-in fiziki xassələri fərqlidir. Bəli, fiziki xassələri fərqlidir. Niyə? Çünki biz demişik ki, birləşməni əmələ gətirən elementlər, yəni öz fərdi xassələrini saxlamırlar. Yəni xassələr fərqli olur. Birləşməni əmələ gətirən elementlərin xassələri tamam fərqli olur, birləşmənin xassələri isə tamam fərqli olur. Ona görə də 2 doğrudur. Yəni Y birləşməni əmələ gətirən maddədir və yaxud da birləşmənin parçalandığı zaman alınan maddədir. X isə birləşmənin özüdür. Xassələri fərqlidir. 3. X-in tərkibində ən az 2 müxtəlif atom var. Bəli, doğrudur. Niyə? Çünki X birləşmədir. Biz də bilirik ki, birləşmənin tərkibində ən az 2 müxtəlif atom olmalıdır. Ona görə də düzgün cavab variantı C variantı. Keçək növbəti 4-cü sualın izahına. 4-cü sualda bizə bildirilir ki, X, N
ionunun elektron sayı və n-in qiyməti bilinərsə. Deməli, n-in qiyməti məsələn özümüzdən bir rəqəm qoyaq. X-in elektron sayı məsələn deyək ki 10. Deyir ki elektron sayı bilinərsə, bir də yükü bilinərsə, n bilinərsə, məsələn 2 müsbət deyək. Əgər elektron sayı bilinərsə, yükü bilinərsə biz nəyi müəyyən edə bilərik? Proton sayını müəyyən edə bilərik. İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən yük 2-dir. Protonumuzu bilmirik neçədir? Elektron 10. Proton da buradan bərabər olur neçəyə? 12-yə. Deməli protonu müəyyən etdik. Protonu müəyyən edə bilərik. Proton da bərabərdir nüvə yükü və yaxud da sıra nömrəsi. Deməli, ona görə protonu müəyyən edə biləriksə, nüvənin yükünü də müəyyən edə bilərik. Yəni, nüvəyə yükü verən nədir? Nüvədə 2 zərrəcik olur, proton və neytron. Və nüvəyə yükü verən neytron yüksüz olduğuna görə protondur. Nüvə yükü dedikdə proton nəzərdə tutulur. 1 doğrudur. Neytron sayını müəyyən edə bilmərik. Kütlə ədədini də müəyyən edə bilmərik. 3 yanlışdır. Düzgün cavab variantı A variantı yalnız 1. 5-ci suala baxaq. 5-ci sualda bizə su və hidroksonium ionu verilmişdir. H3O müsbət. Şərtdə bildirilir ki, hansı ifadələr doğrudur? Neytron sayları eynidir. Deməli, əziz şagirdlər, biz bilirik ki, hidrogenin nisbi atom kütləsi də 1-dir. Proton sayı da 1-dir. Neytron nisbi atom kütləsindən proton sayını çıxıb neytron sayını hesablaya bilərik. Yəni, hidrogenin kütləsi də 1-dir. Proton sayı da 1-dir. 1-dən 1 çıxanda 0 eləyir. Yəni, hidrogenin neytronu yoxdur. Yalnız oksigenin neytronu var. Oksigenin neytronu da 8 bir-birinə bərabərdir. Hər iki maddədə bir oksigen atomu olduğuna görə neytron sayları bərabərdir 8, neytron bərabərdir 8-ə. İkinci müddəyə baxaq. H2O, bir də H3O müsbət verilmişdir. Bildirilir ki, elektron sayları. Hidrogenin bir protonu var. 2 vurulsun 1, 2. Üzərinə gəlsin 8 oksigenin protonu. Ümumilikdə 10 proton. Yəni, yüklü zərrəcik olmadığına görə proton elektrona bərabərdir. 10 proton varsa 10 deməli elektronda olacaq. 10 elektron. H3O müsbət isə 3 vurulsun 1. Hidrogenin 3 protonu. Üzərinə gəlsin 8 oksigen. 11 proton var. İyonun yükü bərabərdir proton çıxılsın elektron düsturuna əsasən. İyonun yükü 1, yəni müsbət 1, bərabərdir proton sayımız 11, elektron sayımızı bilmirik neçədir. Elektron bərabərdir 10. Deməli, proton elektrona bərabər oldu. Amma şərtdə bildirilir ki, suyun elektron sayı H3O müsbətinin elektron sayından çoxdur. Bu müddə yanlışdır deməli. 3-ə diqqət yetirək, proton sayları eynidir. H2O, bir də H3O müsbət. Deməli, hidrogen 1 protonu var. 2 vurulsun 1, 2. Üzərinə gəlsin oksigenin 8 protonu. Ümumilikdə 10 proton. H3O müsbətdə 3 vurulsun 1, 3. Üzərinə gəlsin 3 hidrogenin protonudur. Üzərinə gəlsin oksigen 8 protonu var. 3 üzərinə gəlsin 8, 11 proton. Deməli, proton sayları da fərqlidir, eyni deyil. Yalnız bir düzgün cavab variantıdır, A variantı. 6-cı suala diqqət yetirək. Şərtdə bildirilir ki, X2 iyonu X3 iyonuna 4 elektron verdikdə elektron sayları bərabər olur və X atomunun sıra nömrəsi 16 olduğunu bilərək Y-in proton sayını müəyyən edin. Sıra nömrəsi dediyimiz kimi bərabərdir proton sayı, o da bərabərdir nüvənin yükü. X-in sıra nömrəsi əgər 16-dırsa, yükü neçədir? 2 müsbət. Deməli, 14 elektron olacaq. Bildirilir ki, X2 iyonu Y3 müsbət iyonu 4 elektron verdikdə. Elektron verdikdə yük artır. Əgər 4 elektron veribsə, deməli 4 vahid yükü artacaq. 2 müsbət idi, 4 vahid atsa, onlar 6 müsbət. Proton sayı 16-dır. Əgər yükü, deməli iyonun yükü bərabərdir, proton çıxılsın elektron düsturuna əsasən, 6 bərabərdir, 16 proton çıxılsın elektron. Elektron bərabərdir 10-a. Deməli, X-in 6 müsbət iyonunun, əmələ gələn iyonun 10 elektronu olur. Bildirilir ki, 4 elektron verdikdən sonra elektron sayları bərabər olur. Yəni, X2 müsbət iyon 4 elektron verir, lakin Y3 müsbət iyonu isə 4 elektron alır. Elektron alanda yükü həmin qədər azalır. X3 müsbət 4 elektron alırsa, 3 çıxılsın 4 bərabərdir, yükü olur 1 mənfi. Deməli, yükü oldu neçə? Yükü olur 1 mənfi. Deməli, mənfi. Sıra nömrəsi Y-in
bizə bildirilir ki, bayaq X-in proton sayını neçə tapmışdıq? 10, elektron sayını 10 tapmışdıq. Bildirilir ki, 6 müsbət. Elektron sayı 10'dur. Bildirir ki, elektron sayıları eynidir. Əgər elektron sayı eynidirsə, bunun da 10 elektron olacaq. 10 çıxılsın 1, 9 protonu olur. Deməli, Y-in 9 protonu var. Düzgün cavab variantı C variantı. 7-ci suala baxaq. Şərtdə bildirilir ki, qapalı qabda qaz halında X və Y molekulları arasında reaksiya baş verir və hansı ifadələr doğru deyil. Biz təsəvvürümüzdə X-i, daha doğrusu qırmızı dairələri X ilə işarələsək, ağ dairələri isə Y ilə işarələsək, diqqət edək X2 və Y maddəsi. 2 qırmızı atom var, yəni X2, 2 Y atom var, yəni X2 və Y arasında reaksiya baş verir. Amma Y2-dən 4 dənədir, yəni 2 molekul Y2-dir. 2 vurulsun 2, 4 atom. Və alınır qırmızıdan 1 ədəd, yəni X, 2 ədəd Y-dən, XY2. Daha sonra biz reaksiyanın sol və sağ tərəfini bərabərləşdirməliyik. Görürük ki, sağ tərəfimizdə 2X atomu var, amma sol tərəfimizdə, baxın, bərabərləşdirməmişdən qabaq, bura 2 atmamışdan qabaq, diqqət etsək, sol tərəfdə 1X atomumuz var. Həmin 1X atomumuzu sol tərəfdəki X ilə bərabərləşdirmək üçün bu maddənin qarşısına 2 ata bilərik. Və artıq burada 4Y atomumuz olur. Ona görə də Y2-nin qabağına da 2 molekul atsam, reaksiya düzəlir. Sol və sağ tərəf bərabərləşir. Deməli, nə doğru deyil? A variantına diqqət etirək, molekul sayı azalır. Bəli, molekul sayı azalır. Çünki deməli, təzədən reaksiyan yazın. X2 üzərinə gəlsin 2Y2. Əmələ gəlir 2 X Y2. Deməli, uşaqlar, sol tərəfə diqqət etirək. 1 üzərinə gəlsin 2, 3 molekul, yəni əmsallarda 1 molekul, 2 molekul, 3 molekul. Sağ tərəfə diqqət etirək 2 molekul. 3-dən 2-yə gedib, yəni 1 vahid, 1 molekul daha doğrusu azalma baş verib. 1 doğrudur. 2-yə diqqət etirək, atom sayı dəyişmir, B variantına yəni. Bəli, doğrudur. 2 atom X var, 4 atom Y. Burada da ümumilikdə X, Y2-də 3 atom var. 1X, 2Y atomu. 2 molekul olduğuna görə 6 atom. Atom sayı dəyişmir. 6 atom, 6 atom. Atom növü dəyişmir. Bəli, doğrudur. Atom növü də dəyişmir. Çünki deməli X atomu, Y atomu var. Alınan maddədə X və Y atomu. Yəni növ olaraq dəyişmir. D variantına diqqət yetirək. D variantı doğru deyil. Bildirilir ki, molekul növü dəyişmir. Xeyr, dəyişir. Çünki X2 molekulu ilə Y2 molekulu qarşılıqlı təsirdə olur. Hər ikisi fərqli molekullardır. Yeni XY2 molekulu əmələ gəlir. Molekul dedikdə maddə ümumilikdə götürülür. Ona görə də molekulun növü dəyişir. D variantında isə bildirilir ki, dəyişmir, yanlışdır. Düzgün cavab variantı D variantı. 8-ci suala baxaq. Emulsiya üçün hansı doğrudur? 1. 2 müxtəlif mayenin qarışığıdır. Emulsiya ümumiyyətlə müxtəlif cinsli qarışıqlar 2 qrupa ayrılır. Emulsiyalar, bir də suspensiyalar. Emulsiya nədir? Maye qarışığı emulsiyadır. Maye bərk qarışığı isə suspensiyadır. Yəni bu şərtlə ki, müxtəlif cinsli olsun. Yəni bir-birində həll olmasın. 2 müxtəlif mayenin qarışığıdır, bəli, doğrudur. Maye qarışığı emulsiyadır. Maye bərk qarışığı isə suspensiya. Homogendir. Xeyr, yanlışdır. Biz dedik ki, müxtəlif cinsli qarışıqlar emulsiya və suspensiya olmaqla 2 qrupa ayrılır. Homogen isə eyni cinsli qarışıqdır. 2 yanlışdır. Əmələ gətirən maddələr sabit nisbətdə birləşirlər. Bu da yanlış ifadədir. Çünki qarışığını təşkil edən komponentlər sabit kütlə nisbətində birləşmirlər, qarışığı əmələ gətirən maddələr. Amma birləşməni əmələ gətirən maddələr sabit nisbətdə birləşirlər. Məsələn, bu nə deməkdir? Su birləşmədir, yəni saf maddədir. Hidrogenin kütləsi 1-dir, 1 vurulsun 2. 2. Oksigenin kütləsi isə 16-dır. Yəni 1-8 nisbətində birləşirlər hidrogen və oksigen atomu, suya əmələ gətirirlər. Bu hər zaman belədir. Amma qarışığın isə sabit kütlə nisbəti yoxdur. Məsələn, mən duz və su qarışığını alındırmaq üçün istədiyim qədər məsələn duz, su götürə bilərəm. Yəni sabit kütlə nisbəti yoxdur. Məsələn,
Ola bilər ki, bir dəfə duzu çox götürüm və yaxud da bəzən ola bilər ki, suyu çox götürüm. Sabit kütlə nisbəti yoxdur. Ona görə də düzgün cavab variantı 1 və 3-dür. Sabit kütlə nisbətinə birləşir. Yox, 3 yanlış ifadədir. Düzgün cavab variantı yalnız 1 B variantı. 9-cu suala baxaq. Verilmiş elementlərdən hansını qum və kükürt tozunun qarışığından maqnit vasitəsilə ayıra bilərik? Maqnit vasitəsilə ayırmağımız üçün deməli həmin maddə, element ferromaqnit xassəli olmalıdır və 3 element ola bilər. Dəmir, nikel və kobalt ferromaqnit xassəlidirlər. Ona görə də düzgün cavab variantı A variantı nikel. 10-cu suala baxaq. 5 molekul C2H6 birləşməsində neçə atom var? Deməli, ilk öncə biz C2H6 birləşməsini yazaq. Bir molekul, yəni bu maddədən bir molekul mən götürəndə neçə atom olur? 2 karbon atomu, üzərinə gəlsin 6 hidrogen atomu. Yəni ümumilikdə 8 atom olur. Bizə bildirilir ki, bir atom götürməyə, bir molekul götürməyə 5 molekul götürək. Əgər bunun bir molekulunda 8 atom varsa, 5 molekulunda neçə atom olar? X. X bərabərdir 8 vurulsun 5, yəni 40 atom. Düzgün cavab variantı D variantı.